Dostlar, namaste, xoş gördük. Bilirsiniz, sizin Allahınız həyatınızı istiqamətləndirmək istəyəndə, dəyişmək istəyəndə sizin qarşınıza məlumatlar çıxardır insanların vasitəsilə. Ola bilsin, bugünkü dinlədiyinizdə məhz odur. Əsas odur ki, biz daha diqqətli yanaşmalıyıq. Bir çox mesajlar bizə verilir, amma əgər insan diqqətsizdirsə, fikri, zehni tam köklənib maddi dünyaya, heç nəyi hiss etmir, təbiəti hiss etmir, insanları, heç nə. Əlbəttə ki, elə insana mesajı qəbul etmək qeyri-mümkündür. Və Tanrı sizə, siz düzələnə qədər, yəni nə qədər ki, siz müəyyən səhvləri edərək yaşayırsınız, o sizə o dərsləri verəcək. Nəhayət siz başa düşənə qədər. Bugün mən danışmaq istəyərdim negativ, bir də pozitivdən. Baxın, oturub düşünsək, həqiqətən də insanın həyatı qısadır. Yəni, tam belə keyfiyyətli olaraq biz yaşayırıq 50 il. Təxminən 15-20 yaşına kimin həyatı başa düşmürük. Ondan sonra keçirik o qaçış rejimina, toplamaq, işləmək, xəstələnmək, işləmək, xəstələnmək. Sanki dünyanın axırı olacaq və biz topladıqlarımızı özümüzlə aparacağıq. Yəni, ən gözəl illərimizi diqqətsiz ol, yəni özümüzə köklənmirik. Köklənirik maddi şeylərə və həyat çox belə dəyərli əldən gedir. Sonra da düşürük, misal üçün, 60 yaşında nələrsə əldə etmişik, çalışırıq onları sürətlə xərcləməyə, Baliyə gedirik, harasa gedirik, səyahətlərə çıxırıq. Onda da artıq o deyil. Enerji o deyil, bədən o deyil. Bu həyatı sən yaşayırsan, ya pozitivə köklənərək, ya da ki, negativə köklənərək. Seçim hər zaman sənindir. Baxın, bizim bibilər, mamalar, sovet qadınları, belə deyək, sovet insanları çox vaxtı köklənirlər negativə. Çünki maddi dünyanı onlar görürlər, qəbul edə bilmirlər. Yəni, zavodda işləyən insan milyonçu ola bilmir. Ona görə də bütün ömrünü milyonçuya qarşı, zəngin insana qarşı nifrətlə keçirdir. Kimisi önə gedir, okey, onda biraz belə balans yaranır. Amma əksəriyyəti birinci haldır. Həyat çox qısadır və sən negativdə yaşadığın zaman sanki hər gün o zəhəri qurtum-qurtum içirsən. Daxili dünyanı, zehnini, öz həyatını məhv edərək. Çünki negativdə yaşayan insan hər zaman deyinir, heç nədən razı deyil. Negativdə də axı düşünür ki, hamı bunu aldadmaq istəyir, hamı bunu dolandırmaq istəyir, haqlı olan yalnız odur və s. Yəni, buna oxşar elementlər. Belə insanlar ətrafımızda çoxdur. Əlbəttə ki, elə insan rahat ola bilmir. Çünki o ruhu ilə təbiətin balansını pozub. Yalnız beyinlə yaşayır, maddi dünyanı yaşayır. Bir mənalı xəstələnəcək, gərgin olacaq, onkologiya birinci gedib o insanı tapacaq, bəli, müxtəlif xəstəliklər, stres, ailədə hamı o insandan qaçmaq istəyəcək. Çünki gəlir, başlayır deyinməyə, həyat belədir, kiminsə baxdı, yetirdi, mənim baxdım yetirmədi, mən vaxtında belə ola bilərdim, elə ola bilərdim. Yəni, adam tam olaraq köklənib qara yola, qara duyğulara, içindəki olan o pisliyi nə varsa onu belə şişirdib, qoyub masanın ortasına və hər gün deyir ki, mən buyam. Sözsüz
Allah Taala elə insanları sevmir. Onları mükafatlandırmır. Əksinə onlara daha da zülm, əziyyət verir. Xəstəliklərlə, daha çətin həyatla. Çünki eyni zamanda da təbiətin qanunlarını pozmuş olurlar. Baxın, Qurani Kərimdə də deyilir ki, sən şükür et, sən sevin, uşağı sevindir. Yəni bunlar nə deməkdir? Pozitivdə ol, xoş yaşa, sevin, hər şeyi hiss et. İnsanlara qarşı sayğılı ol. Bu yəni pozitivdə olmaq deməkdir. İndi düşünün, əgər bir insan pozitivdə yaşayırsa, misal üçün mənim kimin, o gərgin ola bilmir, onun üçün həyat gözəldir, fərqi yoxdur, 1 manat qazandı, 5 manat qazandı, həyat o qədər dəyərlidir. Maddi şeylər keçir ikinci, üçüncü plana. Əlbəttə, maddi şeylər də lazımdır, amma mən demirəm ki, biz onun fanatı olmalıyıq, biz onun yolunda yolçu olmalı. Yox, bir dənə maşının var, kifayətdir. Gəldin, çıxa bildin bura dağlara, qutardı, getdi. Mən istəmirəm bura 300 minlik maşınla gəlim, göstəriş formasında gəlim. Neyim var, onu giyinirəm, xoşbaxtam, özümə yatırım edirəm, düzgün qidalanıram, səyahətlər edirəm. Mən, misal üçün, pullarımı xərcləyirəm səyahətlərə. Afrika, İndoneziya falan, yəni ən belə egzotik yerlər. Çünki həyat budur. Sabah bilinmir, nə olacaq. O qədər elə insanlar var ki, bütün illərini, ömürlərini yığdılar. Mən 60 yaşına çatanda səyahət etməyə başlayacağam. Sonra da ki, dünya dəyişdi. Ona görə nə qədər ki, bu dünyadasan, sən anı yaşamağı çalışacaqsan. Axışı, çox planlama. Çünki çox planlamaq da şeytandandır. Qəlbin istədi, sənə o titrəşim gəldi, et, elə. Çox intellektuvi işlətmə. Zaten indi ChatGPT var, hansı ki sənə hər addımında kömək edir. Pozitivdə yaşayan insan, baxın, onun üçün həyat çox gözəl olur, həyat çiçəklənir. Necə də gözəldir həyat nə vaxt ki, sən insanları sevirsən, insanlara hörmətlə yanaşırsan. Çünki unutmamalıyıq, həyat da eyni zamanda karmadır. Biz nə veririk, o da gəlir. Sən gülüş pozitiv ötürürsən, sənə pozitiv qayıdır. Xoş düşünürsən, o da gəlir. Düşünürsən ki, Tanrım, mən filan şey istəyirəm, meditasiya edirsən, dua edirsən, baxırsan ki, bir müddətdən sonra sənə onu verir. Amma səbirli olmalıyıq. Yəni, negativ dalğasına keçmək o deməkdir ki, sən oturub bir müddət gözləyirsən, sən daxı səbirsizsən, insanlar səbirsizdir. Bir müddət keçəndən sonra deyirsən ki, hə, yox, vəsə, mən keçdim negativ dalğaya, kiminsə baxdı gətirdi, məndə gətirmədi. Orada da hər şey dayanır. Bütün o sehir, o gözəl titrəşimi ki, qaldırırdın Tanrına qarşı, o artıq səni hiss etməyə başlayırdı, xırda-xırda sənə yolları açırdı. Sən onu hiss etmədin, çünki həyata qarşı hissiyyətsizsən. Sən istəyirsən birdən-birə gəlsin villa, 300 minlik qoydular, hə, vəsə, bu mənimdir, xoşbaxtam. Yox, elə deyil. Və qayıdırsan negativə. Sonra da yenidən həmən o negativdə, bayaq dediyim kimi, o zəhəri hər gün qurtum-qurtum içirsən, daha da çox gedirsən negativə və orada da sürətlə sənin bədənində qocalma prosesləri gedir. Eşitmişsiniz də o deyirlər üzü nurlu insan. Həqiqətən də insanın daxili, mən elə düşünürəm. Yəni bu söz elə belə deyil. İnsanın daxili nədirsə, onun bir müddət sonra simasında əksini göstərir. Amma pozitivdə sən çox gözəl yaşayırsan. Çünki ən önəmli olan sənin daxilin, ruhun, hüzurun. Niyə görə ən önəmli deyirəm? Çünki bu günləri o böyük bir
nailiyyətdir. Siz nə qədər insanlar nələrsə toplayıblar, amma hüzurlarını itiriblər. Qalmaqal içində yaşayırlar. Pul var, amma xoşbəxtlik yoxdur. Bu şəhərdə elə insanlar çoxdur dostlar. Mən bir çoxu ilə konsultasiyalar keçirəm, işləyirəm, coachinglıq. Dünyada da belə insanlar çoxdur. Hüzurlarını itiriblər. Düşünürdülər ki, mənə xoşbəxtlik gələcək o anda, nə vaxt ki, mən zəngin olacam. Zəngin oldu, sağlamlığını itirdi, xoşbəxtliyini itirdi, hüzurunu itirdi, qalmaqal falan filan. Yəni, bu da baş verir. Çünki balansı itirmiş olur. Pozitivdə yaşayan insanı bu gözləmir. Çünki yenə də deyirəm, həyat eynidir. Milyonçu üçün də eynidir, başqa bir insan üçün də, yəni zavodda işləyən insan üçün də eynidir. Eyni illəri yaşayırıq, az-çox. Əsas sənin daxili zənginliyindir. Çünki biz, baxın, təbiətdən yaranan məxluqlarıq. Okey, bizim şuurumuz var, intellekt var. Amma biz təbiətdən çox ayrılırıq. Maddi dünyaya tamamilə baş vururuq. Bu biraz faciə formasına gətirir, çıxardır. Ona görə də insanlar xəstələnir. Mənim sizə tövsiyəm odur. Ola bilsin, indi o qədər də mənim dediklərimi qəbul edə bilmirsiniz. Yəni, bu da ola bilər. Deyə bilərsiniz ki, okey, sənə danışmaq asandır. Amma mənim müəyyən məsuliyyətim var. Mən belə eləməliyəm. Baxın, addım-addım. Mən demirəm, bu günləri sən tam olaraq həyatını dəyiş. Necə mən vaxtında dəyişdim. Ona da bir cəsarət lazımdır. Amma sən addım-addım nələrisə daha çox özün üçün etməyə başlaya bilərsən. Bədəninə yatırım et, daxilinə. Çünki səni ayaqda saxlayan odur, səni önə aparan odur. Sən xəstələndin, heç kimə lazım deyilsən. Hətta evladlarına belə lazım deyilsən. Sənin uşağın da səni istəmir. Əgər ana, ata yataqdan qalxmır, o indi bir dəfə gəlib səni, okey, yazığı gəlir, 2 dəfə. Onun da həyatı var, o da yaşamaq istəyir, o da əylənmək istəyir. O sənə, yəni, baxmaq borcunda deyil. Sən, ola bilsin, bir Sovet klasik Azərbaycanlı valideyni olaraq düşünürsən ki, mən səni dünyaya gətirmişəm, sən mənə baxmalısan. Yox, o sənə borclu deyil. Sən özün özünə baxmalısan, özün öz həkimin olmalısan, özünə yatırım et, fərqi yoxdur, neçə yaşın var. Başda fiziki hərəkətlərdən, bilirsiniz nə qədər önəmlidir. Bədənini dart, gücləndir, yoga et, zehnin sakitləşsin, güclən. Yəni, bu günləri sənin əsl terapiyan, sənin həkimin odur. Amma insanlar onu anlamır. Çünki fokuslanıblar maddi şeylərə, fokuslanıblar yeməyə. Yalnız yeyirlər, yalnız yeyirlər. Elə bir zamanda yaşayırıq ki, səhər yeməyi zamanı artıq insan fikirləşir ki, günorta nə yeyəcəm, axşam nə yeyəcəm. Yəni, həyatımız ona görə də əldən gedir. Çünki düzgün şeylərə fokuslanmamışıq. Tövsiyəm odur ki, özünə qarşı daha sayğılı ol. Özünə qarşı sayğılı, bahalı geyim mən nəzərdə tutmuram. Və yaxud gedim 5 ulduzda oteldə istirahət edim, mən özümü sevirəm. Yox, o deyil. Daxilinə yatırımlar et. Pozitiv insanlarla oturdur. Görsən, adam negativdir, səni uçuruma aparır. Sən onunla danışırsan, yüklənirsən. O insanlarla görüşmə. Əgər ailə üzvlərindirsə, yenə də ayrıl, yenə də məsafə saxlamağı bacar. Çünki hər bir şey sənin əlindədir. Əgər deyirsən ki, yox, bu şey alınası deyil, o namaz qılmaq istəməyən insanlar var. Deyir ki, mənim vaxtım yoxdur, işləyirəm. 50 dənə bəhanə tapıb deyirlər də. Amma qılmaq istəyən insanda baxırsan ki, 15 dəqiqə fasilədə necə o vaxtı tapır, nə edir, borcunu tanrısına verir. Ona görə bu günləri seçim sənindir. Mən sadəcə olaraq bir vasitəçi olaraq sənə məlumat verdim. O məlumatı sən necə istifadə edəcəksən, sənin seçimindir.
Əgər düşünürsən ki, bu məlumat faydalı oldu, onda bəyən, like qoy, mənim kanalıma abunə ol ki, mən də daha çox motivasiya olum və daha çox gözəl həyatın qanunları haqqında danışım və biz hamımız faydalanaq və bu həyatı bərabər sevinə-sevinə yaşaya bilək. Namaste.